Bugün Azərbaycan Respublikasının Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazovun doğum günüdür. Vilayət Süleyman oğlu Eyvazov 28 iyun 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. Bugün ictimai asayişin qorunması, sabitliyin bərqərar olması, cinayətkarlığın qarşısının alınması işində Vilayət Eyvazovun əməyi misilsizdir. Vilayət Eyvazov hər zaman sadəliyi və qayğıkeş olması ilə seçilir və eyni zamanda cəsur, igid bir nazir kimi tanınır və sevilir. Bugün biz də İctimai Xəbər Agentliyi MMC və ATV Az Xəbər portalının redaksiyası başda təsisçi direktor Rəsafil Bayramov olmaqla sevimli nazirimizi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, çətin və məsuliyyətli işində uğurlar arzulayırıq. İctimai Xəbər Agentliyi MMC-nin mətbuat xidməti.